Azərbaycanımızın hər bölgəsində igid, qəhrəman övladlarımız var. Onların hər biri hələ uşaqlıqdan vətənpərvər ruhda böyüyür, hər biri vətənimiz üçün canından keçməyə, can almağa hazır olurlar. Qəhrəman igid övladları ilə fərqlənən bölgələrimizdən biri də Naxçıvandır. Naxçıvanda böyüyüb, adını xalqının yaddaşına əbədi yazdıran igidlərimizdən biri də Abdullayev İntiqam Allahverdi oğludur. İntiqam 1998-ci il avqust ayının 12-sində Ordubad rayonu Düylün kəndində anadan olmuşdur. Orta təhsilini Şəhid Surxay Rzayev adına Düylün kənd orta məktəbində alan İntiqam, adı kimi elə uşaqlıqdan düşməndən intiqam almaq arzusu ilə yaşayırmış. Məhz buna görə də uşaqlıqdan hərbiçi olmaq qərarını verən İntiqam, hərbiçi olub bütün erməniləri Qarabağdan qovacam deyirmiş. 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə qəbul olmuş və liseyi idman üzrə fərqlənmə dərəcəsi ilə bitirmişdir. Liseyi bitirdikdən sonra 2016-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuduğu müddətdə öz sevimli idman məşğuliyyəti olan voleybolu davam etdirmiş. Qatıldığı yarışlarda dəfələrlə fərqlənmişdir. Bununla yanaşı Türkiyə və Gürcüstanda keçirilən voleybol yarışlarında öz komandası ilə iştirak edir və 2 dəfə ard-arda qalibiyyətə imza atır. İkinci Qarabağ müharibəsinin ilk günlərindən cəbhəyə atılan İntiqam, nəhayət ki, uşaqlıqdan xəyallarını qurduğu döyüşə başlaya bilir. O dəfələrlə düşmənlə üz-üzə qalır, düşmənin canlı qüvvəsini məhv edir. İntiqam oktyabrın 2-sində Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalır. Ölümündən sonra Kəlbəcərin azad olunmasına görə Vətən uğrunda medalları və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilir. Şəhid leytenant Abdullayev İntiqam Allahverdi oğlu Ordubad rayonu Düylün kənd qəbirstanlığında dəfn edilmişdir.